Bu təqdimatı da irad eləyirlər. Deyirlər ki, yaxşı, əgər Allah birinci hökm ki, mənim barəmdə vermişdi, o ədalətli hökm idi, yoxsa yox? Əgər ədalətli hökm idisə, ədalətindən necə? İkinci hökm nədir? Ədalətlidir, yoxsa yox? Nə oldu? Həm o ədalətli oldu, həm bu ədalətli oldu. Yoxsa elə Allah əvvəldən bilirdi ki, sən şəfaat eləyəcəksən. Elə əvvəldən sənin nə mənası vardı? 2 versin, sonra desin ki, 3 yazıram sənə. Elə əvvəldən şəfaati nəzərə alardı, bir dəvəli sonda qiymət. Və s. o qədər suallar verirlər buna. Orada da bizim cavanlarımız da qalır aciz. Baxın əzizlərim, şəfaatın, bizim şəfaət təqdimatımız yanlışdır. Şəfaət təqdimatımız yanlışdır. Şəfaət məsələsi mən bugün deyim, şəfaət yalvarışla deyir. Sən Allah mənə qiymət yazdır, deyir Allah yanındakı şəfaət. O şəfaata deyərlər təkvini şəfaət. Təkvini şəfaət nədir? Qulaq as. Allah